İsrail-Amerika-İran müharibəsi tarixən çox yanlış tarix öyrənmişik. 1803-1813-cü il birinci Azərbaycan-Rus müharibəsini biz İran-Rus müharibəsi kimi öyrənmişik. 28-ci ilə qədər olan müharibə ikinci İran-Rus müharibəsi kimi qələmə verilib. Halbuki bu müharibələrin hər ikisi Azərbaycanla olub. Tarixdə də bu belə yazılmalıdır ki, Azərbaycan-Rus müharibəsi 1803-1813. Təbii ki, bu ardıcıllıqla İran adında müharibə olmuyor. Çar Rusiyası da müharibəni Azərbaycanla eləyib və nəhayətdə Azərbaycan bir qismi Çar Rusiyası tərəfindən işğal olunub. 28-ci ilə qədər olan müharibədə də başqa bir qismimiz işğala məruz olub və nəhayət Azərbaycanımızın quzey hissəsini Çar Rusiyasının nəzarətinə düşərək işğala məruz qalıb və millətimizin böyük bir qismi paramparça olub. Tarixi öyrəndiyimizdə yanaşmamızı doğru eləməliyik. Yanaşmamızı doğru olmasa, olaylara doğru düzgün biz münasibət bildirmədə çətinlik çəkərik. Tarixən də bizə deyirlər ki, Azərbaycanı farslarla ruslar bölüb. Və də bütün bunlar yanlış təfəkkürlər, yanlış ədəbiyyat yaradır, yanlış tarix yaradır. Biz deməliyik ki, Azərbaycan dövləti Qacar dövlətindən Çar Rusiyası savaş aparıb. O dövr Bonapart Napoleonla savaşda 3 ilə yenən Rusiya Azərbaycan Qacar dövlətindən 10 il müharibə aparıb. Azərbaycan elə qüdrətli bir savaş içərisində olub ki, o Fransanın apardığı savaşdan da üstün olaraq həm də sınır bölgədə Çar Rusiyasına böyük dirəniş göstərir. Bu cürə yanaşmalarımızın olmamağı da bizdə ciddi yanlış fikirlər formalaşdırır. Bugün də elədir. İsrail-ABD-nin İran savaşı yoxdur. İsrail və ABD-nin Azərbaycan savaşı var. Bugünkü rejim tək siyasi hakimiyyət zəbt olunub. Coğrafiya ki Azərbaycandır, coğrafiya ki Türk coğrafiyasıdır. Bölgə İrandır bəyən. Ümumiyyətlə o bölgədə İran adında bir ərazi var mı? Yox. Bir kənddə yoxdur İran adında. Amma biz hər zaman deyirik İran, İsrail, ABD müharibəsi. Nə İran müharibəsi? İran adında zəbt olunmuş siyasi hakimiyyət var və millətimiz bugün daxildə bir siyasi işğala məruz qalmaqla yanaşı ikinci işğalla üz-üzədir, xarici işğalla üz-üzədir. Bu dəfə İsrail və Amerikanın millətimiz və torpaqlarımızı 2 qat işğala məruz qoymaq istəyirlər və millətimiz də bu işğala qarşı bir dirəniş göstərir. Bizim yerimiz nə olmalıdır? Biz nə etməliyik? Təbii ki, o suala cavab vermək bütün türklərin, nəinki Azərbaycanlıların, dünya türklüyünün sorunudur. Birlikdə buna cavab tapmalıyıq.